Gəlin birlikdə şokoladlı moç hazırlayaq. Bu arada bu video 2026-cı ildə paylaşdığım ilk videodur. Hər kəsdən güclü dəstək gözləyirəm. Bu hazırladığım moçinin içliyidir. Şokoladlı moç olduğu üçün kakao qatmışam. Xəmirini hazırlamaq üçün düyü unundan istifadə edirəm. Moçinin xüsusi yapışqan düyü unu olur, amma mən tapa bilmədim. Ona görə də moçim biraz səliqəsiz çıxdı. Hazırladığımız xəmiri tavada və ya mikrodalğalı sobada bişirə bilərsiniz. Tavada bişirsəniz biraz yağ əlavə edib saqqız halına alana qədər qarışdırın. Elə bil ki, ilk dəfə üçün biraz yaxşıdır. Özümə təsəlli verirəm. Ardından biraz düyü unu əlavə edib xəmiri yoğururuq. Xəmirə biraz uzun forma verib kündə halını kəsirik. Mən çox uzun elədim, siz belə səhv etməyin. 6 kündə bəsdir. İçliyi üçün biraz sirke rendələyirəm. İndi isə moçini hazırlamaq vaxtıdır. Xəmirimizi gürcü xəngəli formasında hazırlayırıq. Eyni formada da bükürük. Düzəltdiyim kakaolu kremi və sirkesi əlavə edirəm. YouTube'dakı moçi videolarına baxandan sonra öz videoma baxıb həyatdan küsürəm. Bəlkə də yapışqan düyü unu tapsaydım daha yaxşı olardı. Neysə, uzun söhbətin qısası moçimiz hazırdır. Soyuducuya qoyandan sonra moçilərin gözləri təpəsinə çıxdı. Kəşfiyyatdan gələn dəyərli izləyicilər, videoların bir daha qarşınıza çıxmaya bilər. Ona görə səhifəmizi izləyin ki, qaçırmayın. Yeni iliniz mübarək.